Salam, gəlin bugün həyatımızın arxa planında işləyən, amma əslində bütün şounu idarə edən o gizli gücü, yəni şuuraltımızı birgə kəşf edək. Hazırsınızsa, bu çox maraqlı səyahətə başlayaq. Bir anlıq dayanıb düşünün. Həyatınızın sükanı həqiqətən sizin əlinizdədir. Verdiyiniz qərarlar, vərdişləriniz, reaksiyalarınız, bunların hamısını şuurlu şəkildə seçdiyinizə əminsiniz, yoxsa bəlkə də heç fərqində olmadığınız bir avtopilot sizi idarə edir? Baxın, indi görəcəyiniz rəqəm sizi şoka sala bilər. Araşdırmalar göstərir ki, davranışlarımızın, seçimlərimizin, bir sözlə həyatımızın tam 95%-i şuuraltımız tərəfindən idarə olunur. Bəli, düz eşitdiniz, 95%-i. Bizim şuurlu ağlımıza isə cəmi 5% qalır. Bu o deməkdir ki, biz əslində çox vaxt avtomatik rejimdə yaşayırıq və əsl güc aysbergin suyun altındakı nəhəng hissəsi kimi gözlərimizdən gizlidir. Yaxşı, bəs bu iki fərqli ağlı, yəni şuurla şuuraltını necə daha asan başa düşə bilərik? Gəlin zehnimizi böyük bir okean gəmisi kimi təsəvvür edək. Bu gəmidə bir kapitan var, bir də onun nəhəng və çox çalışqan heyəti. Baxın, şuurunuz həmin gəminin kapitanıdır. O, hara gedəcəyinə qərar verir, xəritəni oxuyur, əmrlər yağdırır, amma gəmini hərəkətə gətirən, bütün o ağır işləri görən, mühərrikləri işlədən isə o nəhəng heyətdir. Yəni sizin şuuraltınız. Və ən heyrətamiz məqam da budur. Heyət kapitanın əmrinin doğru və ya yanlış olduğunu heç vaxt sorğulamır. Nə deyirsə, onu edir. Sadəcə icra edir. Bəs bu qədər güclü, amma heç nəyi sorğu-sual etməyən heyətimiz, yəni şuuraltımız, əmrləri necə öyrənir, necə proqramlaşır? Cavab inanılmaz dərəcədə sadədir. O, hər şeyi hərfi mənada qəbul edən, məntiq süzgəci olmayan balaca bir uşaq kimidir. Bilirsiniz, şuuraltınız heç vaxt istirahət etmir. Siz yatanda belə o, ürəyinizin döyünməsini, nəfəs almanızı təmin edir. Onun bircə missiyası var. Nəyin bahasına olursa olsun, sizi qorumaq və həyatda saxlamaq. Bu səbəbdən də yaşadığınız hər bir təcrübəni, hər bir emosiyanı öz nəhəng yaddaş arxivinə həkk edir. Şuuraltının necə sürətli və dərin öyrəndiyini anlamaq üçün çox klassik bir misala baxaq. Təsəvvür edin, balaca bir uşaq maraqla əlini qıpqırmızı qızarmış isti sobaya doğru uzadır. O anda hiss etdiyi o kəskin ağrı və qorxu onun şuuraltına silinməz bir proqram kimi yazılır. İsti soba təhlükəlidir. Vəssalam. Artıq o uşaq ömrü boyu ikinci dəfə düşünmədən instinktiv olaraq sobadan çəkinəcək. Və bu güclü öyrənmə mexanizmi təkcə fiziki təhlükələr üçün keçərli deyil. Məsələn, uşaqlıqda suda boğulma təhlükəsi keçirən birinin ömür boyu sudan qorxması buna görədir. Çünki şuuraltı üçün bir dəfə yaşanan güclü bir emosiya ömür boyu davam edən bir qanuna çevrilir. Və indi gəldik bütün məsələnin ən can alıcı nöqtəsinə. Sizin şuuraltınız, yəni o sadiq heyətiniz, yaxşını pisdən, yalanı doğrudan ayıra bilmir. O sadəcə kapitanın, yəni sizin şuurlu ağlınızın inandığı hər şeyi bir həqiqət kimi qəbul edir. Məsələn, siz sarımsaq məni xəstələndirir deyə inanırsınızsa, yediyiniz yeməyin içində zərrə qədər sarımsaq olsa belə, şuuraltınız bədəninizdə real ürəkbulanma hissi yaradacaq. Çünki sizin inancınız onun üçün birbaşa əmrdir. Yaxşı, əgər kapitanın hər sözü heyət üçün qanundursa, bu əslində möhtəşəm bir xəbərdir. Bu o deməkdir ki, biz sükanı əlimizə alıb, heyətimizə daha yaxşı, bizi gücləndirən əmrlər verməyi öyrənə bilərik. Bəs bunu necə etməli? Bu işin iki qızıl qaydası var. Birincisi, kapitan verdiyi əmrə zərrə qədər də şübhə etməməlidir. Çünki şübhə heyətin işini pozan ən böyük tufandır. İkincisi, əmrlər çox dəqiq, aydın və ən əsası mütləq pozitiv formada olmalıdır. Bu detal həyati əhəmiyyət daşıyır. Şuuraltınız yox, deyil, etmə kimi inkar hissəciklərini qəbul etmir. Balaca bir uşaq kimi cümlədəki əsas sözə fokuslanır. Siz özünüzə həyəcanlanma dediyinizdə, o sadəcə həyəcan sözünü eşidir və bədəninizə həyəcan siqnalları göndərir. Bunun əvəzinə birbaşa nə istədiyinizi deyin. Mən sakitəm və özümə güvənirəm. Beləliklə, bütün bu məlumatları birləşdirəndə ortaya çox sadə, amma inanılmaz gücə malik bir həqiqət çıxır. Sizin daxili dünyanızdakı düşüncələr birbaşa olaraq xarici dünyanızdakı reallığı formalaşdırır. Məşhur filosof Ralph Waldo Emerson'ın dediyi kimi, insan bütün gün nə haqqında düşünürsə, odur. Bilirsiniz, bu sadəcə poetik bir söz deyil.
Bu, şuuraltımızın necə işlədiyinin ən dəqiq tərifidir. Hansı düşüncələrə daha çox fokuslanırsınızsa, onlar avtomatik olaraq şuuraltınız üçün yerinə yetirilməli bir əmrə çevrilir. Bütün bu izahın ən qısa xülasəsi budur. Kapitanın beynindəki düşüncələr heyətin əlində reallığa dönür. Əgər siz daim uğursuzluq barədə düşünürsünüzsə, sadiq heyətiniz sizi məhz uğursuzluğa aparan yolları tapacaq. Əgər siz bolluq və uğur haqqında düşünürsünüzsə, onlar sizi o sahilə çıxaracaq. Unutmayın, düşüncələrinizin keyfiyyəti həyatınızın keyfiyyətini təyin edir və bu güc tamamilə sizin əlinizdədir. İndi bütün bu bildiklərinizdən sonra özünüzə bir sual verin. Mən bugün öz güclü heyətimə, öz şuuraltıma hansı əmrləri verirəm? Məni geri çəkən köhnə proqramlarımı təkrarlayıram, yoxsa məni xəyallarıma aparacaq yeni, güclü və pozitiv əmrlər verirəm? Unutmayın, o nəhəng gəminin kapitanı sizsiniz və istiqaməti seçmək də yalnız sizin ixtiyarınızdadır.